Buludun əmələ gəlməsi təcrübəsinə xoş gəldiniz. Hoş geldin. Bugün biz dərsimizdə buludun əmələ gəlməsini təcrübi yolla sınaqdan keçirəcəyik. Uşaqlar, təcrübəyə hazırsınız? Bəli. Elə isə başlayaq. Bizim köməkçilərimiz sən Əskərova Gülay buludun əmələ gəlməsi təcrübəsini oxuyacaq. Bir də köməkçimiz İsmətdir. O da isti suyun tökülməsi üçün bizə kömək edəcək. Gəlin iştirakçıları tanıyaq. Bir adlarınızı deyin. Ucadan. Ucadan. Aferin uşaqlar. Elə isə başlayaq. Buyur. İsmət. Başla. Başla. Altını ört koymasın. Deməli uşaqlar sırayla butulkalara isti suyu əlavə edirik. Bəsdir. Qulaq as, sizcə eksperimentimiz necə olacaq? Qoray səncə? Türkan sən? Yaxşı. Oğlanlar siz nə fikirləşirsiniz? İsmət, suyu bərabər böl, hamıya çatsın. Butulkanın ağzını bağlayırıq. Və sonuncu iştirakçı Səidin butulkasına suyu əlavə edirik. Su qaldı İsmət. Sonuncu. Bağla ağzını. İkinci mərhələ oxuyuruq. Kibrit çöpünü yandıraraq butulkaya atır və qapağı kip bağlayın. Uşaqlar, butulkanın ağzını açırıq, kibriti yandırırıq və kip bağlayırıq. Buyurun. Təhlükəsizlik qaydalarına riayət eləyin. Ehtiyatlı yandırın. Bəli. Rəhim bir də elə, səndə alınmadı. Bəli. Burada qızlarda daha yaxşı alındı. Artıq buluda bənzəməyə başladı. Burada da yaxşıdır. Rövşən, sən bir daha elə, səndə yaxşı alınmadı. Səid, Rəhim siz də eləyin. Saxla. Hə, bağla. Bağlayın. Növbəti mərhələ. Butulkanı ani olaraq kəskin sıxın və buraxın. Uşaqlar 2 dəfə sıxın və buraxın. Kifayətdir. Butulkanın içində bulud əmələ gələcək. Uşaqlar müşahidə eləyirsiniz. Bəli. Hamı mənə göstərsin. Yan tutaraq göstərin. Yan. Buluda oxşadın. Yan. Aysa. Buludlarınızı hərəkətə gətirin. Təsəvvür edin ki, buludlar külək vasitəsilə hərəkət eləyir. Gördüyünüz kimi onların içərisi tamamilə su buxarı ilə doldu. Beləliklə, alqışlar uşaqlar. Təcrübəmiz sınaqdan keçdi. Sonraki mərhələdə nədir? Müzakirə edin. Bəli, müzakirə edin sualına kim cavab verə bilər? Butulkanın içində bulud necə yarandı? Rövşən buyur. Buxarının istisi ilə kibrit çöpünün istisi birləşərək bulud əmələ gəlir. Afərin. İkinci sual. Oxşar hadisə təbiətdə də baş verə bilərmi? Türkanə. Bəli, oxşar hadisə təbiətdə də baş verə bilər. Uşaqlar, artıq mən sizə icazə verirəm. Butulkaların ağzını açın və içərisindəki buxarı buraxın.
Gəlin, bu çox maraqlıdır. Gəlin baxaq. Sağ olun uşaqlar.